Mən hiss edirəm ki, bizim sərmayə yatıra biləcəyimiz ölkələrdə siyasi vəziyyət və coğrafi dəhlizlə bağlı biraz çox danışırıq. Buna görə də mən sualımı birbaşa cənab Dikmenə ünvanlamaq istəyirəm. Çünki gələcək biznes risklərini müəyyən etmək və onun üzərində işləmək sizin səlahiyyətiniz çərçivəsindədir. Mən sizdən soruşmaq istərdim ki, bir il əvvəl Misir və Tunisdə baş verən ixtişaşların şahidi olduq. Sizin bu bir il ərzində enerji ilə zəngin ölkələrdə siyasi vəziyyətlə bağlı risklərin qiymətləndirilməsindəki fəaliyyətinizdə dəyişiklik varmı? Misir kimi ölkələrin təcrübəsindən misal gətirərək, burada Azərbaycan prezidenti də iştirak edir, öz siyasi strukturuna görə Mübarəkin devrilməsindən əvvəlki Misirə çox bənzəyən Azərbaycan kimi ölkəyə sərmayə yatıracaqsınızmı? President Aliyev. I'd like to comment the question which actually tries to Mən faktiki olaraq Azərbaycandakı vəziyyəti Misirdəki vəziyyət kimi təqdim etməyə cəhd olunan suala şərh vermək istərdim. Düşünürəm ki, bu qəribə suala ən yaxşı cavab iştirakçıların reaksiyası oldu. Mən bayaqki şəxsin savadından irəli gələrək bilmədiyi bir neçə göstəricini diqqətə çatdırmaq istəyirəm. Mənim 8 illik prezidentlik dövrümdə Azərbaycanda ümumdaxili məhsul 3 dəfə 300% artıb. Yoxsulluğun səviyyəsi 50%-dən 7,6%-ə enib. İnflyasiya səviyyəsi 5,4% təşkil edir. Son 8 il ərzində 1 milyondan artıq iş yeri yaradılıb. Xarici borc bizim ümumdaxili məhsulumuzun 6%-ni təşkil edir. İqtisadiyyat şaxələnməsi sabitdir. Siyasi vəziyyət sabitdir. Bizim çox partiyalı sistemimiz var. Bizim parlamentdə təmsil olunan ondan çox partiyamız var, bizim azad mətbuatımız var, bizdə söz azadlığı var, bizdə din azadlığı var və nəhayət bizdə azad internet var. Qeyd etmək istərdim ki, bizim regionda heç də bütün ölkələrdə azad internet yoxdur. Azərbaycanda internet istifadəçilərinin sayı 50%-dən artıqdır və bu rəqəm artmaqdadır. Azərbaycanda müasir, sabit cəmiyyət var. Və kimsə Azərbaycanda, Misirdə baş verən hadisələr kimi nəyisə görmək istəyirsə, sizə əmin edirəm ki, siz nəyə arzu edib etməyinizdən asılı olmayaraq bunu görməyəcəksiniz. Fevralın 4-ü Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri başa çatıb. Münxen Təhlükəsizlik Konfransında iştirak edən Prezident İlham Əliyevin fevralın 4-də Almaniya Federativ Respublikasına işgüzar səfəri başa çatdı.